təlimləri özünün inkişaf təlimlərindən sayılır. Bura çox böyük ümidlərlə qoşulurlar və düşünürlər ki, həmən böyük dəyişikliklər baş verəcək. Amma bilirsiniz, çox vaxt nə olur? Tələbələrin qəfil qızdırmaları qalxır, xəstələnirlər. Hətta onların gündəlikdə olmayan problemləri çıxır üzə, məsələlər çıxır və bir neçə təlimə qoşula bilmirlər. Xüsusən də təzə başlayanda olur bu və səbəbini özləri də bilmirlər. Hətta elə düşünürlər ki, mən onlara inanmıram. Amma mən onların hamısına inanıram. Çünki bunun bir enerji böhranı olduğunu çox yaxşı bilirəm. Bəli, insana da enerji böhranı olur. Çünki o özünü tamamən dəyişir, komfort zonasından çıxır. Artıq bədən beyinə siqnal verir, mən dəyişmək istəyirəm. Buna görə də yəqin fikir vermişsiniz. Diyeta saxlayırsınızsa, o zaman sizi kimsə bir qonaqlığa çağırır. Və yaxud digər məsələlər, özünün inkişafla bağlı olan bütün məsələlərdə bu belədir. Mütləq nələrsə olur. Buna görə hətta tələbələrimə deyirəm, qızdırmanız da olsa, nə olur olsun, hətta geciksəniz belə mütləq gəlin təlimdə iştirak edin və beyninizə, bədəninizə, ruhunuza başa salın ki, sən bunu mənə bəhanə edə bilməyəcəksən. Sən mənə engel ola bilməyəcəksən, mən səndən güclüyəm və mən özümü, nitkimi tamamən dəyişəcəm. Edin, bunun nəticəsini görəcəksiniz. Və əgər təlimlərimə qoşulmaqda ciddisinizsə, həqiqətən çalışacaqsınızsa sizi gözləyirəm. Təlimlərə yazılın və qısa müddətdə tamamən dəyişin.